Səna çayı içən insanlar, baxın görün başına nə gəlib. Səna çayı içdim, damarlarım tutuldu, hələ də əziyyət çəkirəm. Gözəl insanlar, səna çayı içən insanlar, bu səna çayı içmək iş deyil. Yəni hara qədər? Səna çayı bağırsaqları tamam tənbəlləşdirir, bədənə ziyan verir. Düzdür, indi məcburiyyət qarşısında düzəldirsiniz, dəmləyirsiniz, içirsiniz ki, bayıra gedəsiniz. Qəbzdən əziyyət çəkən insanlar bunu eləyir. Amma bu iş deyil axı. Bağırsaqları tamam tənbəlləşdirəcək bu. Siz bu mədə-bağırsaq sisteminin qaydasına salmalısınız. Sağlam həyat tərzinə keçməlisiniz. Vallahi yazıqsınız. Gedəcəksiniz, düşəcəksiniz, ağır xəstəliklər tutacaqsınız, gedib düşəcəksiniz həkimlərin əlinə, sürünəcəksiniz, oraya gedəcəksiniz, buraya gedəcəksiniz. Vallahi, nə bilim, söz tapmıram deməyə. Çox da danışmaq istəmirəm. Az danışsam yaxşıdır. Bir də onu deyə bilərəm ki, gedin həyat tərzinizi dəyişin, sağlam qidalanın. Bu Allah verən ömrü qədər sağlam yaşaya bilərsiniz. Öz əlinizdədir bu Allahın izni ilə.